Salam dəyərli izləyicilər. Su töküb şərbət hazırlayıram. Qarışdırıram və qaynadıqda isə bura yarım çay qaşığı sarı kök əlavə edirəm. Artıq qaynatmağa ehtiyac yoxdur. Şərbətimizin altını söndürürəm. Artıq umacımız quruyub, onu bir qaba yığıram. Geniş bir tava götürürəm və bura 400 qram kərə yağı qoyuram. Yağımız yaxşıca əridikdən sonra umacı bura əlavə edib qovururam. Umacı qovurarkən əli götürmədən qarışdırmaq lazımdır. Axıracan qarışdırıram. Umacımız qızıl rəngə çalmalıdır və şərbətini tökürəm, qarışdırıram. 1-2 dəqiqə qaynatdıqdan sonra tavanın altını söndürürəm. Soyuduqca şirəsini və yağını canına çəkəcək. Dəyərli izləyicilərim, artıq kumaç halvamız hazırdır. Əgər kanalıma abunə deyilsinizsə, abunə olun. Bəyənib rəy yazmağı unutmayın. Göz haqqınızı halal edin. Bu halvanı mən atamın il dönümünə ehsan elədim. Demək olar ki, valideynlərimə ehsan elədim. Dünyasını dəyişən bütün valideynlərə Allah rəhmət eləsin. Qalanlara can sağlığı arzulayıram. Halvamızı bu cür qaşıqla şəkilləndirdim. Adətimizdə olduğu üçün qonşularıma ehsan payladım. Əzizlərim, bu videonun da sonuna gəldik. Sağ olun, sağlıqla qalın. Növbəti videolarda görüşənədək hələlik.